Salam, videoma xoş gəlmisiniz. Düşünürəm ki, çox maraqlı bir video olacaq. Əvvəlcə mən memaram və mənim babam da memardır. Babam Naxçıvandakı evimizi özü tikib və çox gözəl tikib. Həqiqətən istər interyeri olsun, istər eksteryeri, yəni çox gözəldir. Mən də istədim bunu vlog kimi sizlə çəkim paylaşım, çünki bu gözəllikləri siz də görün. Özüm də bir memar kimi, yəni fikirlərimi bildirəcəm. Amma yeri gələndə də, məsələn, memar olmasaydım, bu şeylərdən xəbərim olmasaydı, adi bir insanın verəcəyi reaksiyalarda sizlə bölüşmək istəyərəm. Çünki mən uşaqlıqdan, yəni memar deyildim, amma uşaqlıqdan, yəni fərqli gəlirdi. İndi isə bir memar kimi həm də fikirlərimi bölüşəcəm. Əvvəlcə sizə həyətimizdən başlamaq istəyirəm. Bizim həyətimizdə 2 dənə hovuzumuz var. Biri balıqlarımız üçündür. Bu hovuzumuzu da babam tikib. Balıqlarımızı sizə göstərim. Çoxlu balıqlarımız var. Balıqlar çörək qırıntıları yeyir. Yəni lavaş da ola bilər. Adi çörəyin də içini belə ovub veririk. Yeyirlər. Elə. Sonra buradan pilləkandan düşəndə, bu arada otlar çox uzanıb və biz bu otları qoparıb həyətimizi təmizləmə aşamasındayıq hələ ki. Onca biraz səliqəsiz görünə bilər. Bu hovuzu yenə babam tikib. Bu da üzmə hovuzudur. Bəli, çox dərin də deyil. Yəni çox şey də deyil, dayaz da deyil. Məncə yəni çox qəşəng belə göstərim. Belə bir kvadrat hovuzdur. Hovuz da biraz çirklənib, onu da biz suyu boşaldıb təmizləyirik, sonra təzədən doldururuq və çimirik. Belə həyətimiz də var. Deməli, burada su sistemləridir deyəsən. Həyətimizə su gedir buradan. Bəli. Ora bizim arxa tərəfdən giriş-çıxış qapısıdır. Yəni, çox yerdən giriş-çıxış qapısı var. Belə hasarla çəkilmiş bu həyətlərimizdir. Hətta bizim o tərəfdə qoyunlarımız üçün də yer vardı. Amma burada qalmadığımız üçün qoyunlarımızı da satdıq. Yəni, artıq qoyunların yeri var, amma özləri yoxdur. Belə ağaclarımız var, çiyələklərimiz də var idi həyətimizdə, güllərimiz hələ çox idi, qızıl güllər, gördüyünüz kimi, alçı ağaclarımız, qoz ağaclarımız falan var. Bu birinci mərtəbələr depo kimi, padval deyim də, bəli, belə şeylərdir. Bu da qardaşımındır, əlindən düzəldilib bu. Bəli, buralar padval kimi işlədilir. Birinci mərtəbə. İkinci mərtəbə isə evimizdir. Belə balkonumuz da var. Pilləkanla qalxırıq. Orada göstərim sizə bunu da. Yox. Bəli, yenə həyətimiz gördüyünüz kimi belə. Ora hamamdır. Belə. Yəni biraz boşluqdur deyə. Burada da biz lavaşlarımızı saxlayırıq, amma yoxdur hələ ki. Bəli, biraz boş görünə bilər. Çünki dediyim kimi biz burada qalmırıq. Yayda falan gəlib gedirik. Və hələ təmizləsək çox gözəl də olacaq. Təmizləmə aşamasındayıq dediyim kimi. Belə sizə dizaynını da göstərim çöldən. Biraz gördüyünüz kimi təmirlərə ehtiyacı var. Amma məncə yəni illərlə çox qəşəng qalıb. Çox qəşəng görünür. Evimizin girişi buradandır. Oradan da yenə dediyim kimi giriş-çıxış qapısı var. Sizə indi balkondan girib göstərmək istəyirəm. Evimizə balkondan da giriş var. Hətta arxa tərəf var, oradan da giriş-çıxış var. Giriş-çıxışların çox olması yaxşıdır əslində. Bəli, bu bizim balkonumuz. Çox xoşuma gəlir mənim. Hələ sizə bu detalları göstərmək istəyirəm. Yəni buralardakı bu şeylər güldan deməyim, dipçəkdə gülləri qoymaq üçün falan. Hətta var idi, prosta yenə dediyim kimi yığışdırmışıq onlarda. Yəni bu detallar şəxsən mənim çox xoşuma gəldi. Hətta bizim fındıq ağaclarımız var. Burada həmişə gəlib bu balkondan yeyirik. Çox qəşəng olur. Bəzən yerə düşür, yerdən də şey eləyirik, götürüb yığıb yeyirik. Bəli. Deməli, balkondan girişdə evimiz belə. Əvvəlcə sizə divarları göstərmək istəyirəm. Çünki həqiqətən dizaynı o qədər gözəldir ki, insan özünü həqiqətən fərqli bir mühitdə hiss eləyir. Hələ bu işlənmələr falan hamısı yəni babama aiddir. Bu mənə daha da belə qürur hissi, necə deyim, fərqli bir hiss oyadan insanın içərisində pəncərələrin dizaynına kimi falan. Hər şey düşünülmüşdür də yəni. Biz babamla məsələn layihə işləyəndə bəzən mən ondan kömək istəyirəm ya da özüm elə universitetdə oxuyanda da həqiqətən fikir verirəm və bu evdə də hiss elədiyim odur ki, həqiqətən o layihələrimizdə işlətdiyimiz şeyləri babam
real həyatda, yəni necə deyim, istifadə edib də bunları həqiqətən. Gözlə görəndə başa düşürsən, həqiqətən belə daha əlverişliymiş də. Qapılar, məsələn, o pəncərələri falan. Yəni hələ onlar hissələrə bölünməsi pəncərələrin, yəni dediyim kimi, layihə cəhətdən çox yaxşıdır, əlverişlidir. Burada dayımın maqnitofonu var, işləyir və çox qəşəng mahnılar qoyuruq biz bununla. Şeylər də var, bir dəqiqə taxım sizə göstərim. Hələ bunları da göstərmək istəyirəm. Çox qəşəng dizaynı var. Yəni, belə göstərsəm sizə, hələ üstünə baxın. Görürsünüz, yəni, listorlar, dizaynlar. Həqiqətən, yəni, insan özünü çox fərqli mühitdə hiss eləyir. Bu da maqnitofonun mikrofonuydu. Qoşmağa çalışdım nə qədər bura taxılır. Amma işləmədi. Bəli, buradan yandırırıq. Bura bastığımızda bura açılır, disklər çıxır. Disklər çoxdur bu arada bizdə. Sizə kolleksiyalarda göstərərəm. 3 dənə diskdir. Buradan basırıq, təzədən gedir. Bəli. Buradan da seçirsiniz birinci disk, ikinci, yoxsa üçüncüdəki olan mahnıları dinləmək istəyirsiniz falan. Məsələn, 1-i basıram. Burada yazacaq indi disk 1. Burası açılan kimi mən qoşdum. Gözləməliydim biraz. Disk 2-yə dəyişdim. İndi gördüyünüz kimi düşür. Və mahnı oxuyacaq inşallah. Bəli, oxuyur. Gördüyünüz kimi. Buradan səsini artırıb azalda bilirik. Bunlar bildiyimiz kimi səsi ötürür. Çox da qəşəngdir. Yəni mən çox bəyənirəm səsi. Biraz çoxaldan kimi, yəni çox şey deyir. Belə eləsək belə, yəni güclü gəlir səsi. Bəli, sonra belə bir ortada stolumuz var, divan. Belə, bu divanların altında çox qəşəng əşyalar var bu arada. Biz elə saxlayırıq. Sonra gördüyünüz kimi yenə, bu onlar mənim çox xoşuma gəlir. Bəli. Ümumi göstərsəm çox böyükdür. Hətta biz buranın böyüklüyünə alışanda Bakıdakı evimizə gedəndə ev çox balaca gəlir bizə. Normal olaraq bura çox genişdir. Bura bizim evimizin girişidir. Bu bizim kətdə hamıda olur. Burada telefon var idi, amma indi yoxdur. Oturub ev telefonundan danışmaq üçün. Bu mənəm. Bəli, evimizdə mənə aid şey var. Təkcə mən olar. Nəvələrin arasında tək mənə aid var. Çünki mən burada doğulub böyümüşəm. Bəli. Belə göstərim sizə. Bəli, qapıdan girişdə ora kuxnamızdır. Bu yenə çox qəşəng dizayn edilib. Fərqli, həqiqətən hər yer rəngarəngdir, yəni mənzərəlidir hətta. Yəni insana xoş təsir eləyir. Bura, yəni servant deyirik, qablar falan saxlanılır burada. Bura isə bizim otağımızdır. Otağımız hələ təzə gəlmişikdir, paltarlarımız yəni ortalıqdadır. Tam göstərə bilmirəm. Amma belə göstərə bilərəm. Yəni ev labirint kimidir. Kompüterimi də gətirmişəm. Bu arada aeroportda kompüteri açıb için yoxlayırlar, sonra buraxırlar. Belə o tərəf görünür. Yəni labirint kimi evdə həqiqətən bir otaqdan o biri otağa keçə bilirsiniz. İşığı göstərmək istəyirəm sizə. Yandıraq. Aha. Deməli, burada belə bir divanlar var və divanlar da yenə babamın düşünməsi. Bilirsiniz necə, məsələn, belə şeylərsən, yəni divanı açanda uzanmış vəziyyətdə olur da divan. Yəni, hər tərəfli istifadə eləmək olur, rahatdır. Bu cəhətdən də mənim çox xoşuma gəlir. Hələ gül danları görürsünüz, gül qabların dizaynları falan fərqlidir. Bu güllər də təbii ki də sünidir. Amma çox gözəl görünürlər. Burada yenə bir otağımız var. Buranı da biz padval kimi istifadə edirik. Amma əvvəl çox gözəl bir otaq olub. Yəni, təsəvvür edin, bura remont olunsa çox qəşəng bir otağa çevrilə bilər. Buradan da yenə çölə çıxışdı, pilləkan var, giriş çıxışdı. Sizə dediyim kimi bunu göstərmək istəyirəm. Gördüyünüz kimi hardan hara çox böyük, çox gözəl gəlir mənə bunlar. Bunların içərisində qablar var və yəni bilirsiniz də bunlar istifadə edilməlik deyil, belə daha çox görünüş üçün qoyulub. Heykəl. Biraz uzaqlaşdıranda kalitesi itir, keyfiyyəti, amma hər yer göstərmək üçün məcburam 0.5-lə. Bu belə. Samavar. Belə gözəl qablar var. İndi daha gözəllərin ola bilsin sizə bir-bir də göstərim. Belə. Sonra ortada yenə belə bir gül qabı, süni güllər.
Belə, görürsən listalar çox fərqlidir. Yəni çox qəşəngdir, mənim çox xoşuma gəlir. İndi sizə deyəsən bir otaq qaldı. Biz buna kəllə otaq. Biz bura kəllə otaq deyirik, çünki bu qədər şeyin ən başında, yəni koridorun deyim də, ən başında bu otaqdır. Burada daimdən anamın otağı olub. Yenə bu çox xoşuma gəlir. Bu qapıların həqiqətən örtülüb açılması falan. Buradan kilitlənmə şeyi, beləymiş. Çox xoşuma gəlir. O qapıda da eynisiydi. Bu qapı da fərqlidir. Burada bunun açarı var. Bayaq şkafda gördüyüm açar bununmuş. Belə, buradan da yenə çox xoşuma gəlir bu sistemlər. Həqiqətən çox qəşəngdir. Xalçalar da bu arada fərqli qəşəngdir. Yəni mənim xoşuma gəlir. Nənəm dərzi idi bu arada. Mənim çox qəşəng şeyi bacarır, dərziliyi. Bəli, sonra evə giririk yenə belə. Gördüyünüz kimi yenə divarda qəşəng dizaynlar. İstorda ay buran. Hər otağınki fərqliymiş bu arada. Sizə çəkəndə mən də yeni şeylər çəkib eləyirəm. Sonra yenə buradan da balkon görünür. Yəni belə dostlar, sizə evi gəzdirdim. Həm çölünü, həm içərisini, interyerini də göstərdim. Belə, buranı sizə göstərdimmi? Yenə bu dizaynı, divarların, hər bir şeyin dizaynı göstərdim. İndi buradan tapdığım əşyaları ayrı, yəni dəyəri olan, fərqli olan əşyaları da tapsam, hamısını yığsam, əvvəl çox idi, indi yoxdur, tapa bilmirəm. Sizə onları da ayrıca video olaraq göstərəcəm. Ümid edirəm sizə çox xoş oldu. Çünki mənim üçün çox maraqlı oldu, fərqli bir video olacaq. Belə, yəni ümid edirəm bəyəndiniz. İzlədiyiniz üçün çox təşəkkür edirəm. Digər videolarda görüşərik. Sağ olun.